Birinci Avropa oyunlarına hazırlıq çərçivəsində paytaxtın Binəqədi rayonunda isə Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi olub. Binəqədi rayon İcra Hakimiyyəti, Bakı 2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsi, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Bakı Şəhər Təhsil İdarəsi, Azəryol Voleybol Klubunun dəstəyi ilə baş tutan tədbirdə ilk Avropa Oyunları barədə geniş məlumat verildi. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Avropa Oyunlarına ev sahibliyinin Bakıya havalə edilməsini Azərbaycan üçün xüsusi əhəmiyyətə malik hadisə adlandırdı. Nəzərə çatdırıldı ki, Birinci Avropa Oyunlarının proqramına daxil olan atıcılıq və dağ velosipedi yarışları Binəqədi rayonunda yerləşən idman qurğularında təşkil olunacaq. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov qeyd etdi ki, ilk Avropa Oyunları Azərbaycan idmanı tarixində özünə məxsus iz buraxacaq. Azəryol Voleybol Klubunun direktoru Zöhrab Gözəlbəyli də Avropa Oyunlarının əhəmiyyətindən danışdı. Sonra məktəblilər Bakı 2015 ilk Avropa Oyunları barədə ətraflı məlumatlandırıldı. Bildirildi ki, paytaxtımız 2016-cı ildə şahmat olimpiyadasına, 2017-ci ildə İslam həmrəyliyi oyunlarına, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının mərhələ yarışlarına ev sahibliyi edəcək. İlk Avropa oyunlarının simvollarının Ceyran və Narın yarış meydançasına daxil olması tədbiri daha da rəngarəng etdi. Sonra şagirdlər arasında ilk Avropa oyunlarında hansı idman növlərini favorit hesab edirsiniz mövzusunda sorğu keçirildi. Mərasim voleybol üzrə son ölkə çempionatının ikincisi olan Binəqədi komandası ilə biqoq yığmasının dostluq görüşü ilə davam etdi. Tədbirin sonunda hər iki komandanın üzvləri təşkilatçılar tərəfindən mükafatlandırıldı. Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən məktəblilərə simvolik hədiyyələr təqdim edildi. Mənsur Həsənov, Fərhad Quliyev, Nərmin Xəlilova, Xəbərlər.